Salam, hər vaxtınız xeyir olsun. Zəhmət olmasa videoya axıra kimi baxın. Qısa dəyərli vaxtınızı alacağam. Deməli, biz 9, 11 fərqi yoxdur. Aşağı sinif şagirdləri bunlarla imtahana hazırlaşanda daha işləmədiyimiz PDF, kitab, müəlliflərin hamısı demək olar ki, işlənir və yekunlaşır. Çünki bir dənə dimin vəsaiti ilə kifayətlənmək olmaz. Əgər imtahana hazırlaşırıqsa, maksimum bütün kitabları işləmək lazımdır və şərtdir. Çünki orada bizi hansı sual tipləri, necə bir suallar, sürpriz suallar gözlədiyini bilmirik. Dünənlərim şagirdim imtahandan çıxanda bəs deyə gəlir deyir ki, bəs müəllim biz bu sualı işləmişdik. Baxıram ki, indi sizə də göstərəcəm. Həqiqətən də biz o sualı işləmişdik və kopya eynisi də imtahana artıq ki düşmüşdü. Bircə dəqiqə sizə də göstərim. Deməli sual, baxın 33-cü. Hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Və biz bunu şagirdlərimlə, baxın, buraxılış imtahanı sınaq qrupu fevral ayının, görürsünüz, fevral ayının 24-də uşaqlarıma işlətmişəm. Bir dəqiqə, tanı. 122-ci sual. 122-ci sualdır. Fevral ayının 24-də. Yəni uşaqlar, bütün kitabları, bütün vəsaitləri işləmək lazımdır. Ona görə yorulmayın. Deməyin ki, biz nə qədər kitab işləyirik, nə qədər test işləmək olar. Uğur qazanmaq istəyiriksə, bütün vəsaitləri işləmək vacibdir. Sağ olun.